yolunu azmış və yolunu azdıran insanlarla da dostluq etməyin. Quran-ı Kərimdə bir ayə var. Bu ayə çox mühüm bir məsələni bizə çatdırır. Allah Teala buyurur ki, qiyamət günü bəzi insanlar ki, cəhənnəmə düşəcəklər, onların hansı səbəbdən gör cəhənnəmə düşüb öz dilləri ilə deyəcəklər ki, vay olsun mənə, kaş mən filan kəsi özümə dost tutmuyordum. Filan kəsinə oturub durmaydım, dostluq eləməydim. Niyə? Allahın hökmü mənə gəlib çatdıqdan sonra o məni azdırdı. Şeytan həmişə insanı azdırıb sonra da onu xar eləyir, tənha buraxıb qaçar. Bu dostlar o dostlardandır ki, insanı azdırar, özü azğındır və səni də azdıracaqdır. Simic insanla dostluq etməyin. Çünki simic insan, ümumiyyətlə, bax, bu kimlərlə ki, dostluq etməyin niyə deyir bunu? Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, insan dostunun dinindədir. Baxın, görün, kimlə dostluq eləyirsiniz. Bizdə bir məsəl var, deyir, dostluğu mənə göstər, kim olduğu sənə söyləyim. Çünki insan kimlə oturub durursa, istər-istəməz ondan xüsusiyyətlər buna sirayət eləyəcəkdir. Mənfi xüsusiyyətləri varsa, o mənfiliklər sənə gələcəkdir. Yox, onda müsbət xüsusiyyətlər varsa, o müsbət xüsusiyyətlər sənə gələcəkdir. O Sədi Şirazinin Gülüstanında bir şeir var, məzmunun deyim, vaxtı çox almayım. Ki, bir gildə torpaq palçıqdan xoş ətir gəlir. O soruşur ki, sən palçıqsan da səndən necə olur bu gözəl qoxu gəlir? Palçıq dilə gəlib deyir ki, mən bir zaman güldan idim və mənim içərimdə də bir gül bitmişdi, gül əkmişdilər. İllərlə o gülla həmsayə olmuşam, onun xoş qoxusu mənə sirayət eləyib. Dost da bu cürdür. Yaxşı insanla dostluq etsən, qardaşlıq etsən, ondakı gözəl xüsusiyyətlər sənə sirayət eləyəcək. Yox, dünya çıxarları üçün olan insan, simic insan, yalancı insan, yolunu azmış dinsiz bir insan, əxlaqi dəyərlərdən yoxsul olan birisi ilə dostluq etsən, ondakı o mənfi xüsusiyyətlər zaman-zaman sənə sirayət eləyəcək və özünü də hiss etməyəcəksən. Ona görə də hədislərə buyurur ki, nə badə simic insanla dostluq eləyəsiniz. Çünki onun malına ən ehtiyaclı olduğun vaxt malını səndən əsirgəyəcək. Sənə dəstək olmayacaq, yardım etməyəcək. Bir insan ki, daimən səni əziyyətə salır, sıxıntıya salır, həqiqi dost deyil. Həqiqi dost insanı sıxıntıya salmaz. Silə rəhm etməyən insan, qohumlarla əlaqəsini kəsən bir insanla deyir, qardaşlıq etməyin. Bu adam öz qan bağı olan insanlarla əlaqəsini kəsir. Başqasına qarşı necə səmimi qardaş ola bilər, dost ola bilər. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdir. Hədisdə də buyurur ki, qətə rəhm eləyənlə dostluq etməyin. Mən Quranda onun məlun olduğunu oxumuşam, lənətli olduğunu oxumuşam və sonra bu ayəni oxudu. O kəslər ki, Allahın əhdini pozarlar, o əhd bağlandıqdan sonra və Allahın birləşdirilməsini əmr etdiyini kəsərlər və yer üzərində fəsad törədərlər, onlara lənət olsun və onlar ən pis yerdə, yəni cəhənnəmdə qərarlaşacaqlar.